Göyçayda güclü külək bir sıra fəsadlar törədib. Göyçay rayonunda hava şəraitinin qəfil dəyişməsi nəticəsində baş verən güclü külək rayon ərazisində bir sıra fəsadlara səbəb olub. Hadisə 29 may tarixində axşam saat 20:30 radələrində qeydə alınıb. Qısa müddətdə sürətini artıran güclü külək rayonun müxtəlif küçə və ərazilərində iri və xırda gövdəli ağacların aşmasına, bəzi ərazilərdə isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olub. Ən ciddi hadisələrdən biri rayonun Nizami küçəsində baş verib. Belə ki, iri gövdəli çınar ağacı rayon sakini 1976-cı il təvəllüdlü Mirzəliyev Mahir Əlbayram oğluna məxsus 99 DD 803 dövlət qeydiyyat nişanlı Mercedes markalı minik avtomobilin üzərinə aşıb. Ağacın avtomobilin üzərinə düşməsi nəticəsində nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Hadisə zamanı xoşbəxtlikdən avtomobildə və ətrafda insan olmadığından xəsarət alan qeydə alınmayıb. Ağacın yolun hərəkət hissəsinə düşməsi səbəbindən həmin ərazidə avtomobillərin hərəkətində müvəqqəti sıxlıq və çətinlik yaranıb. Hadisə yerinə dərhal yol polisi əməkdaşları, eləcə də Göyçay Şəhər Təsərrüfatı Birliyinin işçiləri cəlb olunub. Xüsusi texnikaların köməyi ilə aşmış ağac hissələrə bölünərək ərazidən götürülüb, yol tam şəkildə təmizlənib və nəqliyyatın hərəkəti bərpa olunub. Güclü küləyin törətdiyi digər hadisə isə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Burada iri gövdəli ağac rayon sakininə məxsus fərdi yaşayış evinin hasarının üzərinə aşaraq hasarda ciddi dağıntılar əmələ gətirib. Hadisə nəticəsində evə yaxın ərazidə təhlükəli vəziyyət yaransa da xəsarət alan olmayıb. Hadisə necə oldu? Külək əsdi, evdeydim, işıq zad yanırdı. Sonra çıxdım, gördüm ki, işıqlar söndü. Gəldim, baxdım ki, şöyle çıxda yoxdur. Şöyle çıxardısa, hələ yerini tapam bu. Hələ bilməm, şöyle çıxardı. Şəhər səhvətində... Adınız soyadınızı qeyd eləyin. İsakov Valeri Talxımoğlu. Üzeyir Hacıbəyov 41. Məlumata görə, güclü külək rayonun bir neçə ərazisində elektrik xətlərinə və yaşıllıqlara da müəyyən ziyanlar vurub. Aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazilərdə təhlükəsizlik tədbirləri görülür, aşmış ağacların yollardan və yaşayış məntəqələrinin ətrafından götürülməsi istiqamətində işlər davam etdirilir. Etibar Bəşirov, Göyçay naminə.